Yağlı uşaqlar başlayan da sıfırlayaq getdik. İtaliyanın 30-cu illərdə Afrika ilə bağlı xarici siyasətinə aiddir. Uşaqlar burada biz bunu dövlətlərarası münasibətlərdə görmüşük. Əslində müəllimlərlə bunu keçirik İtaliya dövrü, amma sizlə dövlətlərarası münasibətlərdə görmüşük. Uşaqlar, Əlczairə qarşı soyqırımı hansı dövlət eləmişdi? Fransa. Fransaydı müəllim. Ay, sağ olun. Avstriya ərazi çölünün təminat altına alınması. Bu uşaqlar, Streza. ay sağ olun, Strezadır. Amma ki Afrika ilə bağlı deyir. Götürmürsünüz. Bəli, bəli. Sudetin işğalına mane olması. Uşaq, Sudetin işğalına mane olmuşdu kim? Almanya. Almanya'nın işğalına mane olmuşdu. İtalya mane olmuşdu. Amma o da Afrika deyil. Farsdan hərbi yardım göstərməsi, İspaniya Farsdan hərbi yardım olub. Bu da Afrika ilə bağlıdır. Cavab Y variantıdır. Yəni Afrika ilə Bəli. bağlı olan cavab Y variantıdır. Növbəti Türkiyə Respublikasına aid uyğunluq. Uşaqlar, bax burada diqqət olun. Türkiyə Respublikası deyir. Yəni durub, qoyun Afrika baxın ki, ay deyim bu niyə getdi ora bir dəqiqə. Baxaq. 20-ci ilə 30-cu illər. Uşaqlar, buradan diqqətlə baxaq. Deyir ki, Yaponiya müharibə elan edilməz. Uşaqlar, Türkiyə Respublikası Yaponiya müharibə elan edib. Nə 40-cı vaxt? illərdə mi? Ay, sağ olun. Deyir ki, təcrid olunmamaq üçün Almaniya və Yaponiya müharibə elan edir. Uşaqlar, bəs Türkiyə hansı məqsədlə Şimali Koreya tərəfdə müharibə elan etmişdi? Şimali Koreya. Qoşulmaq məqsədilə. NATO'ya qoşulmaq üçün. Ay, sağ olun. Uşaqlar, demək ki, burada bu 40-cı illərdir. Option, uzun sözün qısası, A-nı variantdan çağırırıq. Sonra Mustafa Kemal tərəfindən uşaq, həm İmam 30-dur, B-yə oxşarlıq götürdük. İçə B-ni götürdük. Sonra bu da uşaqlar Boğazlar məsələsi, Montre. 30-cu illər. 36. Bəli. Bəli. İkiyə cınçadırsa cavab olur 1-ə D. Həqiqətən konstitusiya görə qadınlar kişilə bərabər hüquqludur. 2-yə C, 3-ə D ki bu. Y-də uşaqlar ərəq sapalama tətbiq olunması. Yoxdur mən belə şey. Yox, cavab olur A variantı. Bu. Sonra İkinci Dünya Müharibəsi. Buradan baxan sonra variant seçərik də. Almaniya Çexoslovakiya tamamilə tabe olmuş. Bu nədir? 38. İkinci Dünya Müharibəsi. Ay, Müəllim. sağ ol. Amma bizə nə deyir Çexoslovakiya? O 38-dədir, amma Dünya Müharibəsinə düşmür. Düşmür. İçər paktı düzdür. 40-dır. 40'lardı. Bəli. Milli Cəmiyyət çıxması olan 1933. Nə vaxt girmişdi? 26. 1926. Əla. Bir olur B. İkinci Yaponiya. Hava yolları yardım endirməsi bu düzdür. 41'de. Sonra bütün Avstraliyanın işğal olunması bu da şeydən qabaqdır. Müharibədən qabaqdır. Yunanistan işğalında iştirak edilməsi də ki, Yunanistan işğalında İtaliya, Almaniya. Cavab olur İtaliya bir bu iki. çəkilir. Bəli. Bəli, bir bu iki al. Bir variant var görün. C variant. Sonra ən xoşuma gələn dövrlər Konstitusiyadır bu da. Bir baxaq da. İmam Mustafa 1954-1959. 59-69'da da şöyle bahar bayramına bak yedi olunur. 67. 60 İşğali Qurbanov. 62'lədir. İşğalı Qurbanovun 67 değil. daha doğrusu 67'dir. 60'dan magıdır. Şöyle 67 60-dan mi bu? magıdır. İşğalı Qurbanovun birinci katibi dövr deyirik biz buna. Yox, əməm. İşğali Qurbanov katib olmayıb. O katib olub. Sadəcə birinci katib olmuyor. Ümumiyyətlə Hikmət o dövrdə dövləti idarə edənə birinci katib deyirlərdi. Onun müavinlərinə müavinza demirlərdi. İkinci katib, üçüncü katib belə. Bildim mən. İşğal sadəcə ikinci katiblərdən biri olub. Yəni bu 1967-ci ildə İşğal Qurbanovun təşəbbüsü ilə Vəli Axundovun dövründə olub. Bu A getdi. Mart 1962-dir. Bu da getdi. İcbaron ili 1966. 69. Bu da getdi. 66 bildim. 69 vurub baş ucacam. Kandidör 1956. Bu da 1945. Cavab olur D variantı. Canım videosunu koyacağım az gücdə var. Bu niyə cavablar üzündən atırıyor bura? Bilmirəm. Üzü səhv atırıyor cavablar. Hə. Qırxın sonu 50-nin əvvəlləri. Böyük Britaniya uşaqlar Böyük 70 Britaniya
Bu Bir 70-ci düzdür. bir səhvdir. 73. Yo, Hara düzdür? müəllim, AB iki dənə Avropa dövlət İqtisadi yaratmışam. Birliyinin axı yaranmasında iştirak edir, sadəcə 73-də qoşulur. Eləmir. AB yaranması iki dənə dövlət iştirak edəcək. Biri Fransadır, Aha, Afer. bir də AFR. ha, tamam. AFR. Bu düzdür. Bu daha doğrusu səhvdir. AFR işğal rejimi ləğv olması düzdür. Fransa 1944-1946 müvəqqəti rejimdir da. Bəli. Əslində 44-46 sonlara düşmür. Nə saxlayaq onu? 5 illik plan SSR-nin iqtisadiyyatın 5 illik planı tətbiq olunması. Yəni bunu çıxaq. 46-52 idi də deyəsən. O düzdür uşaqlar. O olacaq. Amma ki burada bu olacaq, bu da olacaq. 2-4. Bu çünki Fransada 44-46-da başlaması deyir özdə. Avtomatik 44-ə düşür, götürmürük. Cavab olur elə 2-4. A variantı. Sonra xəritə sualı. Bir də mən Asandır. ölçələr deyin yazım. Bir hara 4 İraqdır. 4 İraqdır. 1 Hindistandır. 2 Çindir. 3 Yaponiyadır. o 2 Çindir, 3 Yaponiyadır. Yaxşı, 5 haradır? Bura. Vyetnam. Vietnam düzdür. Uşaqlar, bəs bura haradır? Hara müəllim? Oy mən, ora Filippindir. Nədir ora? Düzdür, Filippindir. Baxaq. Görürsün, ikinci qruplar yanında qələt edir. Gətirmədin də bu 4. Sən 2-3-sən də eləmi? Bəli. Göyətə bir dəfə bir 400 gətirə bilsin nə olar? Azərbaycan ədəbiyyatı hazırsan, yoxsa sırf sən tarix ancaq hazırsan? Nətər mənim? Azərbaycan ədəbiyyatı da hazırlaşırsan, ikinci şansı yoxsa, onu deyəndir nə olar? Hazırlaşıram mən. Azərbaycan ədəbiyyatı hazırlaşıram. Ha, tamam, əla. Uşaq, məsələn, başlayaq növbət fikirlər oxumağa. Əlin işğal rejiminin ləğv olunması. Bu 3-dədir Yaponiyada. 52. Yapon işğal rejimi düzdür. Neçədə? 52-də. Bloklara qoşma mərkəzini yaradacaq. Bloklara qoşulma mərkəzini yaradanlar kim idi? Hindistan, Mısır. Yugoslaviya, Misir. Düzdür. Burada Çin yoxdurmu? Beni çağırırıq. Sonra Respublika İdarəsinin ləğvi 60-cı illərdə 1-4 səhvdir. Sonra Vətəndaş müharibəsinin başlanması 40-cı illərdə bu düzsə idi. Homilantçılarla o pislər, millətçilər. Sonra Kommunistlər. bu olacaq anandı. Anandı. Sonra uşaq adı oldu, eləmi? Bizim baş verməsi səhvlik oldu və adı düzəlmiş. Görüm şərtlərinə vermir. Xəritə dövlətdən bayaq olmalı. Hə. Uşaqlar bax xəritəyə fikir verin. Birdən yazar Avropa dövlətinə aid, Asiya dövlətinə. O sözlərə fikir verin. Görün nə deyir. Yəni orada ola bilər ki, məsələn, bayaqların dediyi İtaliyanın Avropadakı, məsələn, Afrikadakı xarici siyasəti. Yəni sonra elə nə ki, xarici siyasət götürməyin. Diqqətli olun. O yüzden məndə uşaqların çoxsunu elə, məsələn, 27, 28, məsələn, 27-dən yuxarı yazılan çoxsunu səhvi diqqət səhvləridir. Yəni xırda səhvlər orada eləmişsiniz. Uşaqlar baxaq. Bu deyir ki, 5-ci əsrin ikinci yarısında erdən əvvəl 450-dən erdən əvvəl 400-ə qədər. Deyir ki, islahata keçirilib. Bu yəqin ki, Perikl islahatlar dövründə deyil. Budur. Sonra Perikl islahatlarına görə borcu hüquq edilmə nə vaxt idi? Bu idi. Salonda. Salon deyildi. Bəli. Davamlı 4 çağdıramsa. İstənilən vəziyyət tutma hüququ bundadır. Benim məsələn bir də deyirsən var da, 2 bir də 3 nə deyir? Şöyle belə bir qayda yoxdur sənətə verilməsi söhbəti. Yəni o elə 3 yoxdur axı. Bir-2-dir. Necə? Deyirəm, 1-2-də də elə. 1-2 götürəcəm. Sonra Azərbaycan Respublikasının 20-ci etarzına aiddir. Baxaq. Qoşulma əməkçinin tam hüquqlu üzvü olması. Yo, tam 2000-dir. O sədri olur 2019-2021. Hə, bir dəqiqə. Tam hüquqlu üzvü, düzdür, tam hüquqlu üzvü 2011-dir, düzdür. Orada çaşdıq. Şuşa bəyannaməsi. O 2021-din iyunun 15-də baxılır. Düzdür. Qars. 2017. 17. Şərqi Zəngəzur. 21. İyulun 7-si. Bu nəyin 98-ci illiyi idi? DGMV-nin yaranması.
Qarabağ bəyannaməsi 2024. 23-də olur 24-də. Bir dəqiqə. 24 idi. 20 İyə düzdür. Şuşada görüşündən sonra, qeyri-rəsmi görüşündən sonra. 20-ci tarixinə aiddir. Birlə 4, 3 çıxır, 2, 4, 5-dir. 4, 5, düz desən. 2, 21-dir, 20-dir, 24, 2, 4, 5. Ha, bura hansı dövlətləri baxaq. 1 Misirdir. 4 Yunanistandır. Bax, 1, 2, 3, 4. 2 Bir Yugoslaviyadır. 1 Misir, 2 Yugoslaviyadır. 4 Yunanistandır, 3 İtaliyadır. Yugoslaviya, 3 İtaliyadır. 4 Yunan. A variantı düzdür. Bloklar qoşulmaya gəldi. 1, 2, Misir, Yugoslaviya düzdür. İsrail etiraz olur İtaliya niyə imtina etsin? Bu səhv fikirdir. Bəli. Faşist diktatorluğu süqut elədi. 3-də İtaliyada düzdür. Uşaqlar bizə illər yazıb orada yox, yazmayıb, birbaşa uyğunluq deyil. Praqa baharı tələbə liseye müdaxilə etməsi 2. Uşaqlar, Esteri Praqa baharına hara müdaxilə etmişdi? Çexoslovakiya 1960. Bəli. Bəli. Alman etən 2-4 uşaqlar. Yunanistan, Yugoslaviya, bu da düzdür. Elə bir ki, Afrikada olan məlumatı buradan çıxarlar. A, C, Y. A, C, Y. Növbət suala baxaq. Azərbaycan, onda bir Cənab Məcnun danışıq etdi. Gəlin baxaq. Uşaqlar, burada Azərbaycanda qanun qəbul olunması 1946-cı ildə. Yanvar ayında. İlk dəfə konstitusiya 1900, indi 7 Altı. götürək daha. Bu 6 daha doğrusu da əlavə tələb olunur. 1900 şeydə kimi də onu dövr, mən məşqdə hərəkatı dövrlərdə. Məşrudə, Səttarxan. Bəli. Sana Çar Rusiyası deyirsən 1917-ci ildə bitir. Sonra Azərbaycan dilində ana dilində uşaqlar, Azərbaycan qəzeti hansı dildə çıxarılıb? Ha, çaran var. Ana dilində deyil mən. Bir dəqiqə yox, fars dilində. Bir dəqiqə Təbriz Fiziki Universitetinin təşkil olunması. Cavab burada D-dir. Bu fars dilində olmalı Azərbaycan qəzeti. Fars dilindədir. Yəni fars bir dəqiqə təcəddüd ana dili idi. Azərbaycan fars dili. Uşaqlar diqqətlə baxımda kitabda görə fars dili deyil. Fars dili olmalı idi. Təcəddüd ana dili idi. Azərbaycan fars dili. Məsələn, Mənim təcəddüd fars dilindədir. Bu ana dilindədir, amma 41-46-ya aiddir bəlkə. Azərbaycan qəzeti. Hə, 17-20-də olan təcəddüd qəzetidir. O düzdür. Təcəddüd amma bura təcəddüd olmalıdır. Çünki bu xabanda təcəddüddür. Getdik. Cavab olmalı D-dir amma. Bax yadda qalsın. Universitet şeydədir, o birisində 46. Pişəvərdə. Bu amma qız məktəbi bundadır. Növbəti. Uşaqlar, bu ta 66 Kürd döyüşünün nəticəsi Roma qoşunları arabanlara qalib gələcək. Bu asan bir şeydir. Uşaqlar, fərqli ərazi. Bunun görürsünüz ki, bura haradır? Bura haradır? Xocalı. Deyil. Haradır? Xankəndidir mən bura. Xocalı deyil. Kəlbəcərdir. Yox, mən bura Xankəndidir. Nə Xankəndidir, nə Kəlbəcərdir, nə Xocavənddir. Deyil, Şuşa. Xocalı deyil. Xocalıdır. Xocalıdır. Uşaqlar, bura Xocalıdır. Xocalıya aid olan cavab da aiddir antiterror əməliyyatı. Bəli. Bir dənə bura antiterror düzəldə, qalan hamısı səhvdir. Uşaqlar, erməni 92 fevralında da bunu tabi bilirsiniz. 93 yox, 92 fevralındadır. Bu nədir? AXC-nin Bakı dövrü ilə Gəncə dövrü. Gəncə dövrü. Gəlin baxayın. Gəncə dövrü şeydir elə. Deyəcəm 16 iyundan 17 sentyabra kimi. Gəncə 1918-ci ilin iyunun 17-si sentyabrın 17-sinə qədər. 16-dan sonra da biləm. Bakı dövründəki sentyabrın 17-sindən 2020-nin martın Bəli. aprelin 27-sinə qədər. Bəli. Bu Bakı Gəncə dövrüdür. Baxaq nəyə? Osmanlı Sülh müqaviləsi nə vaxtdır? Tiflis dövrünə O görə. bəli, 4 iyunda. 4 il. Heç birinə aid deyil.
Heç birinə aid deyil. Heç birinə aid deyil. Heç birinə yox, bura yoxlayın. Allah, bir dənə Gürkən variant qaldı. Ya iki dənə. Türk dili Azərbaycan dilinə vaxtdır. Bunu hansı 1919. götərik? Bax, bunu hansı götərik? Biz bunu ortaq cəhət kimi götürərik, yoxsa nətər? Sən oxuyacaqsan. Uşaqlar, e, siz də Gəncə dövrü götürək yoxsa ortaq götürək? Mən 27 ildir Gəncədə. Yox, buna fikir ver. Cümləni tam oxu. Ortaqdır da. Olması deyir. Həmişə olub da. Yəni bu Gəncədən sonra Gəncədə də olub, Bakıda olub. Bakıda öyle dəyişib İtalyan dili qoymayıblar Azərbaycan dili. Yəni əvəzində. Yəni bu Azərbaycan dil adının qanun qəbul olunması desəydi olar. Amma burada olması deyilsə ortaq götürürük. Çünki hər iki dövrdə bu var. C-B. Sonra C-yə baxıram. Şu an ikinci hökumət kabineti fəaliyyət göstərməsi Gəncədə də olub, Bakıda da olub. C variantı. Sağ olur C variantı. Sonra keçən növbəti suala. Rus qoşunlarının Şimali Azərbaycana köçürülməsi ilə bağlı düzgün fikirdir. Neçə dəqiqədə başlamışıq? Bir dəqiqə. Vaxt gedir, olmadı burada. 20 dəqiqə falan Hı. oldu mən başladım. Yox, bu vaxt gedir, həqiqi burada. 120 dəqiqə vaxt verilmişdi, 17 dəqiqə, 17 dəqiqə 14 sual az yazmışıq. Yaman ləhk gedirik. Bir dəqiqə. Ona cavab B-dir. Uşaqlar, burada bu versiyonu yaratmaqdır. Çünki iqlimə uyğunlaşmış hərbi söhbəti yoxdur. Almanların Avropa yetisi yox. Almanlar bizə nə öyrədəcəklər? Bu örtülü tağlı Əkinçilik. binalardan. Onları əkinçiliyi əhmək bir də ki, tağlı binalar falan oradan götürəcəyik. Ermənilər inteqrasiya heç vaxt olmayacağıq biz. Bizimkilər Rusiyaya köçürmür. Ruslar bizə gəlib köçürüləcək. Cavab B variantıdır. Sonra Çində uşaq hansı dövrə aid deyil? Bu adamın gözünə girir cavab. Vahid Qutb. Bəli. Uşaqlar, xan sahəsində bir dənə vahid sözü var. O da vahid xalq. Xalq. Yəni vahid xalq gördünüz, tamam, götürürsünüz xan. Amma vahid dövlətdir, vahid ölçüdür, vahid puldur, vahid çəkidir. Götürürsünüz kimi? Sinsular. Bəli. Belə cavab olur bu variantı. Sonra Şah İsmail və Təhmasib Naşidörünə ümumi cəhət. Uşaqlar, bax, qoyun dörsün, insansız. Görür, sonra Təhmasinə şah sözü yazır, şah yazır. Ora Mirzə falan yazmır. Şeydir də. Bax, uşaqlar, Ağqonya diplomatik əlaqə Təhmasib Ağqonya görməyib. Paytaxt köçürməsi İsmail köçürməyib. Paytaxt Təbriz tutulub, bəli. 1504 Çağdayan döyüşündən sonra İsmaildə tutulub. Həm də Süleymanın yürüşündə. Süleyman Süleyman yürüşündə tutubdu. Dərbənd hakimiyyəti son qalan 1538 təhidi. Osmanlı üçün müqaviləsi 1555 təhidi. İsmaildə yoxdur bunlar. Bəli. İsmail dövrü çox az bir şeylər olub. Yəni hökmdar kimi bir dənə bir-iki Dağıstanlılar tutub, Dərbəndə hücum eləyib, sonra Xorasan tutub. Yəni elə böyük proseslər yoxdur. Bax, Şirvanşahla Şəkini tabe eləyən İsmaildir ha. Tabe eləyib o da. Uşaqlar, burada cavab bu yeni kitablara hesablanmış sualdır. Bir dənə söyleyeyim. Bax, ikini çıxardırsınız, üçü götürürsünüz, sizin kitabda olanlara əsaslansın. Suni Suvarma Erkən Tunclar. Bəli. 2-4 çağdanda 1-3. Yəni kürələr deyəsən sizin kitabda yox idi, təzə əlavə olundu kürə söhbəti en iyi oldu. Yoxsa sizdə deyəsən Tunçda idi o veriyorum. Cavab opşum daha uzun sözün qısası 3-dən 1-dir. 1-3. Çünki uşaqlar kürələr də dövrdə yaranır təzə kitab əsasən. İstehsal təsərrüfatı mövcud olub. Mezolitdən bura istehsal təsərrüfatı var. Uşaqlar, 19-cu yaşda Şimali Azərbaycan Misifinin mücəhət. Uşaqlar, ilk manufakturalar xeyir. 827 o. 1827-də Şəkidə olan deyirsən. Bəli. Şəkidə olan neft sənayesində deyil. Hə, bizdən də neft sənayesi istəyir, eləmi? Hə. Salam aleyküm, sabahın xeyir. Uşaqlar, burada cavab xarici kapitanın üstünlüyü təşkil edilməsi olacaq. Bax, Alman kapitanları gəlir Missin qatına. Ruslar, daha da Rusu indi seçim götürmürük. İsveçdir, ondan sonra Roşdil, yox, Nobel qardaşlar deyirsə siz. Ayso, Fransızdır. Bildiğimiz 70-ci illər İsveçdir, 80-ci illər Fransız Rothschilddir, 90-da İngiliz Rothschild, Kubatdır. İngiliz Kubatlar neftə qoyular pulun pənəsini. Bu nədir? Maraqlı sualdır. Bir də Hadisi necə? bir də baxın görün tutarsınız cavabı, sonra özüm deyəcəm.
Yəni, iki dənə variant uşaqlar. Yəni, aşağıda variantlar göstərmirəm, yəni iki dənə variant. Mən o böyük işarəsinə görə dördüncü nəticəni oxuya bilmirəm. Vay, dedim, yaxşı oldu. Cavab burada müəllim. Deməli. 2 2-3 alınır. 1-3 deyil. 2-3'tü bence. Baxaq. Buradan Birinci yarı yok, ikinci yarıya. Yok, birinci yarıya düşürdü. 42. baxlar. Burada birinci düz götürdünüz, bu düz uşaqlar. Hücum falan olur, sonra sudan dedulanır. Bu düz Görürsüz fikirdir. müəllim. Bir düzdür. Yəni qalanlara baxaq. Da başa səhvdir. Sən cavab nə dedin ki? 3. Ha, sən. Bir dəqiqə. Birinci yarışda dini pərakəndəliyin yaranması Qarxanda ikisiyə parçalandı. Qarxanda dini pərakəndəlik vardı. Onlar da bir dəqiqə sınavın şərait yarandı. Burada cavab 1-3 olacaq. Görürsüz müəllim. Ben bes 2 ki. Məndə İkidə var ki, dini, feodal dağınıqlığı idi, bir də daxili seçmələr idi. Bəli, yəni, bəli. dini pərakəndəlik yoxdur da. Bəli. Feodalını daha seçmədi. Bəli, cavab necə oldu? 1-3. 1-3. Sonra 24-95 Azərbaycan oxşarı uşaqlar bu Konstitusiyanın qəbul olunması. Konstitusiya məhkəməsi bizdə nə vaxtdır? 1961 bir də 1998-dən oxşar cəhətdə. Bizdə Türkiyədə 61 Konstitusiya məhkəməsi 1961 var. Yox, Bizdə mən Türkiyədə 98. 1961-də var. Türkiyədə 1961-də Konstitusiya məhkəməsi var. Bizdə isə 1998-də var. 98 düzdür. Bəs Konstitusiya komissiyası nə vaxtdır? İlk 95-də. düzəliş 2002. Konstitusiya komissiyası deyir ha. 95'te. Komissiyası. Yox, komissiya. Elə bilmiş 95-də düzəlişi deyil. deyirsiniz. 95-dədir. Siyazörü 98-də ləğv olub. 49 uşaqlar. Yəni bu hamısı eyni əslində bu da eyni bir prosesdir da, yəni. Amma yəni diqqətlə baxsaz görərsiniz ki, nə vaxt, harda, necə olubdur. Bir dənə mən 2 ilin deyim, mən 2 nə vaxt olub hüquqlar haqqında bil. 85. 1689. Cavab 135-dir burada. O bizə bilmədən mən yalan deyirəm sənə. Stortanın bərpa olunması. 85 idi. Restavrasiya nə vaxtdır? 60. 88 yoxdur. 1660 olar, mən. Restavrasiya 1660-dır. 60-dır. 49-da gedirlər, 60-a bir də gəlirlər. Uşaq kral hakim bunlar üçü də 1, 3, 5. Bunlar eyni prosesdir. 49-da baş verən hadisələrdir. Bəli. 1, 3, 5. Sonra uşaqlar bu aparıcı qüvvə bu konkret kitab sözüdür. Milli burjuaziya ilə ziyalılar. Yəni belə baxanda qabaqcıl adamlar bu savadlı adamlar olardı. Yəni burada milli burjuaziya ziyalılardır. Sağlam olar da İbrahim Ağabəkilovdan falan. Nədə olan hamısı? Y variantı səhvdir. Fars müqaviləsi Rusiya Cənubi Qafqazda Qacar işğallarını yox, Osmanlı Rusiyanın Cənubi Qafqazda işğallarını tanıyır. Baxaq. Uşaqlar burada Bəli. Rus qədər müharibə var. Hansını deyirsiniz? Şeydi müəllim cavab. Sən C deyirsən. Sonra A deyən var. C-dir mənim. Bir dəqiqə baxmayın. Bakı və Qubə ərazidə General Dərbənd baxırsan, buna yenə baxmırsan ha. A deyən var. Uşaq çünki Bakı, Quba, Dərbənd hara daxildir? O hərbi dairə rəisliyinə daxil idi. Müsəlman əyaləti yox. Mərkəzi hara idi? Mərkəzi də Dərbənd, hə. Digərində Şuşaydı. Cümrü uşaq, Cümrü döyüşəsindən var. Zaman olaraq Osmanlı bura ilə aiddir. arasında Amma idi. müharibə deyil. Rus-Qacar müharibəsi deyil. Mən sizə 48 dəfə demişəm onu. Uşaq, bu düzdür. Bu düzdür. D səhvdir çünki müvəqqəti şura şeydə yazılıb. Qubada Ee, yaradılmışdı.
Əslində müvəqqəti şura deyil. Yox, Müvəqqəti Şəkidə idarə var, bir hərbi tane şura Müvəqqəti var. idarə 3 yerdə yaradılıb mən. Şəkidə, Təbrizdə, Təbrizdə, Cənubbalıkəndə, Bir də Təbrizdə. Şuşada. Şəki. Danqabaş, Şəkidə. 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 Uşaqlar, burada əslində müvəqqəti idarədir. O da Şəkidə, Qubadakı müvəqqəti, Qubadakı şuradır, hərbi şura. Bir də əyalət şurası da var. Hərbi şura üsyan vaxtı olacaq, əyalət şurası indi. Yəni bu müvəqqəti idarə deyə bir şey yoxdur. Müvəqqəti şura ola bilər. O daha doğrusu müvəqqəti idarə ola bilər. Bir də hərbi şura. Bu qarşıda bir simgedə sintez edib yazıb. Buxarestdəki yenə Osmanlı münasibətlərinə aiddir. Sonra Yunan mədəniyyətinə aid olan xüsusiyyətləri seçin. Uşaqlar, tarix elminə əsası bəli, Herodot. Yunanlar qoyub. Eskin Epikesin. O da Düzdür. Yunandır. İlk mərkəz Afina yox, Millet. Afina Milet olmalıdır. Dördü isə Romaya Fransızlara aiddir. Romaya. Bəli. Bəli, cavab 1-2-dir. Sonra Frank Bizans. Ayda Frank Bizans nə qədər müqayisəsini gördük bu suallarda. Vandal krallığına ilk dəfə olaraq işğala başlayanda Vandal tutan adam Bizans olub. Yəni başlayan kimi Bismillah ondan alıb. Justinian Aysi oldu. 527-62 idi, neçə idi? Yox, 565 idi. 27-65. Fuatiye'də Əməviləri məğlub eləməsi. 732-də bəli, hakimiyyətə Əməvilərdir. Frank. Bunu isə Frank. Karl Martel məğlub eləyib. Uşaq, Karl Martel hökmdar idi, düzdürmü? Xeyr, Xeyr. hökmdar Yox, deyil. o baş məmurdur. Baş məmurdu, düz. Sonra Rom İmperiyasının parçaması yaranması. Uşaqlar, buranın heç bir Rom İmperiyası parçaması yaranmayıb. Ha, yox, yaranıb bir Bizans. Şərqi Roma da bu. Bəli, Şərqi Roma. Qərbi Roma var, 476 yox deyiləcək. Şərqi Roma, yəni Bizans. Uşaqlar, Şərqi Romada desə, Bizans da desə. Eyni şeydir və 1453-də süqut edəcək. Sonra ərəblərə qarşı mübarizə. Ortaq. Ortağa Bəli. gedir. Erkən ötəsilər yenə ortaq. Birə, ikiyə, altı, üçə, deyil. Bir variantı. Səni bildi. Bəs bu Sinan da demişdi, son zeytdən sonra rədd olub qoşulacağım. Bu niyə rədd olub qoşulmur? Bu deyilsin, gecə qoşulurdu. Ola bilər mən. Ola bilər, hə. Çünki iki uşaq demişdi, son zənci gözləyirəm. Qalanlar normal qoşulmadı. Baxaq. Alanların yürüyüşü başlaması 1-ci əsrdir bizim eranın 3-ə qədər. 72-74. Yox, 70-74 ən böyük hücumlarıdır. Ən dağıtı döyüşləri. Ümumi olaraq 1-3 götürürük. Masagetdən Çin qoşunları məğlub edilib, bir də 530 Araz döyüşü. Sonra Makedoniyaya qarşı basın. Siz Baryaks deyil. Baryaks üsyanı, hə. Bəli. Aşırı dağıdılması da Zürtünün 8-ci əsr. Cavab olacaq. Bilmən 4. Aşırı 4. Deməli. Hə. Xronoloji bəli 1-dən 4-dür. Sonra Yusif bin Saz, Mərzun Məhəmməd. Uşaqlar, ümumiyyətlə bunların oxşarına baxmadan suallar deyim. Gürcistana yürüş, Gürcistana yürüşdür, Şərqi Gürcistan tutulmasıdır. O əraziyə oxşar götürürük. Amma indi burada xırda bir şey var ki, o bizi taşdırmasın. Çünki bizə nə yazıb? 10-cu əsrin 2 rübüdür. Yusif bin Saz, necə? 925-ci il nəzərdə tutulur burada. 900-dən 925-ə qədər. Yusuf bin Saz birinci rübdür. Mərzun Məhəmməd 941-dən 957-yə qədər idi. Bir dəqiqə, səhv eləmirəmsə, 941-957-də. Bu da uşaqlar ikinci rübə düşür. 2 ta ki 3-cü rübədə gözləyəcək. A-na görə aiddir 1-ə. 1-ə A-nın olduğu halda bunu atdıq. İddiləyici bir amazdır. Rəvvadən barca dərdəbini itirməz. Uşaq əslində heç biri Rəvvadiləri görməyib. Rəvvadi yanılıb 981-də. Heç bir Rəvvadi görməyib. Beyin çadır variantlarını çatdıq. Saatın çap olurdu variantı. Vergin qanunnamə Mərzun Məhəmməddir. Slavyanlar qarşı barca Mərzun Məhəmməddir. Vahid dövlət oxşarlıqdır. Bu variantı. Bir də görüm 28-ci sualdayıq. Ayda 30 dəqiqə. İlk sual səni artırmalıyıq ki, dəqiqəyə uyğun olaraq. Yəni 120 dəqiqədən öz aşağı gedir. Tez-tez girən ki, qabaqlamalıyıq bu zamanı. İslam dinin meydana gəlməsi. Elə olsun ki, bir suala bir dəqiqədən az vaxt getmiş olsun. İslam dinin meydana gəlməsi. 610. Bağdan əsasın qoyulması. 762. Bəli. 62.
döyüşü. 624. 624. Hərəsin Suriya. O ilk Rəşidi xəlifələr dövründə. Daha da. D-yi atsaq 2-ni, A-yı atsaq 1-i zamana görə. Sonra 3, sonra 4. Yəni uşaqlar arca B yazısı nə olur? 1-ə A olur, Səb B 2-yə olur. 2-yə D olur, 3-ə B olur, 4-ə də C. Uşaqlar bu sual tipini başa düşürsünüz. İmtahana gəlib düşə bilər ha. Hadi B. Mənim divarım güvənə düşmüşdü belə sual. Yəni güvənin əslində sınaqdan mən bəyənirəm. Güvən yeni ayda 31 oldu, şu çatmalıyıq buna. Təmazin hakimiyyəti dövründə uşaqlar tez baxaq. Rusiyanın Şimali Qafqaz bu 2-ci Abbasın dövründə 653-62. Cavab bu variantıdır. Gəncə müqaviləsi 3-cü Abbasdır. Qərbi Avropa dövləti ittifaq Osmanlı dövlətinə qarşı Qərbi Avropa dövləti ilə Osmanlıya qarşı Avropa dövləti bu İsmail bağlayıb, bir də ki 1-ci Abbas bağlayıb İngiltərə ilə. O da Osmanlıya qarşı deyil, o da Portuqala qarşıdır. Sonra Sibhan razılaşması 1667-68-ci illərdə. O da ki senin dövrünə düşür. Kimin dövrünə düşür? 42-66. Yox, 2-ci Abbasın dövrünə. Süleyman 66-94-dür. Sonra 70-ci il uşaqlar 1043-də cavab olacaq burada 70-ci illərdə A variantıdır. Tez olub sizə deyim, Azərbaycan İlkin dövlətləri 1054-də rastlara salınıb. Bizans Sülh müqaviləsi Sultan Səncər ümumiyyətlə 12-ci əsr oldu hakimiyyətdə. Paytaxtın Rey şəhərinə köçürülməsi 1043, Şirvanşahlar dövlətinə asılı salınması 1066. Sonra Qızıl Ordun 15-ci tarixinə aid deyil deyir bizə. Müstəqil dövlətin sona çatması, nə vaxt uşaqlar son qoyulması? 16. O 502. yaxınsı elə. 1502-dir yoxsa? 1502. Düz 1502-dir. Prosta 1510-da hansı idi? Şeybanilər. Yox. 1510-da İşte sadəcə mən orada Teymurilərdən Baysunqur qaçır deyəsən Şah İsmailə sığınır. Şeybanların sonraki şahzadələr qaçır. Sonraki şahzadələr qaçır. Prosta 1500-1599 dövləti idi. O Şeybanilər idi. Hə. Sonra uşaqlar nəsə biri götürürük, çünki aid deyildir. 3-ü götürmürük, çünki 1480-ci ildir. 4-ü də götürmürük, çünki 1470-ci illərdə Qızıl Ordu əlaqə saxlamışdı. Cavab olacaq 1-2. Yox, bir dəqiqə. 2-3 Bir dənə cavab deyil. verin. Aydı deyil. Deyildir. Cavab 1-də bir dənə. 2-yə baxaq bir dənə. Müstəqil Türk xalqlarının yaranması. O Noqay ordasıdır, Krım xanlığıdır. Ona Nə? cavab elə 1-dir da, 1-dir. Cavab 1-də cavab 1 olarsa nə qədər vaxtımız? 32-ci sual, ayda 34 dəqiqə keçib. Sonra Kirmanşah müqaviləsinə aid uşaqlar. Kirmanşahda hansı çay sərhəd olur? Araz çayı. Araz çay. Başqa hansı müqavilədə olmuş Araz çay sərhəd qabaqdan? Rus-Qacar müharibələrinin birində idi Araz çayı. Gürcüstan Türkmənistan ikisinin Araz çay sərhədi. Evet. İrəvanda müəllimlər seminariyası 81. 1881. 81. Əkinci qəzeti. 1875. 75. Qaza məktəbi 6 illiyə çevrilməsi. 1874. 72. Hə. 74-də xalq məktəbləri açılır. Bəli. Gimnazik tipli orta təhsil müəssisəsi. 1800 bu 65'ti 65. ama 74'te qadınlar üçün açılırdı səhv eləmirəmsə. Cavab olur burada 4, 3, 2, 1. Variant. Sonra hansı xanlıqdır? Adam gözünə Yaman. İrəvan. İrəvan da aid olacaq 1755-ci ildə nə olub? Kim gedir? Oradan yeni Qacar. süvarlar meydana gəlir. Əfşar gedir, Qacar gəlir, bəli. Hə. O səfşə gəlir, qacar gəlir. Bunun da ki 35-in sualı adamın gözünə girir cavab. Deyək görün vaxtı necədir? 1906. Aynen uşaq çatmır. 1906-cı ildə çatmışıq vaxta. Bir sual bir dəqiqə. Uşaqlar burada bir dənə baxın görün hansı ola bilməz. Burada qanun təhsilinin inkişafı. Dilin inkişaf. Təhsil inkişaf eləmir. Ali məktəbin genişlənməsi. Ha, yox ya. Ali məktəb 1919-da açılıbsa, 1906-da niyə genişləndirirlər? Hə, O düz yaşa deyirsən. genişləndirirsən. Hə, düz demək düz deyirəm, sən də düz deyir. Ali məktəb qardaş 19-da bir şeyin əvvəldə genişləndi. Qalanlar düz 1906-cı ildə. Hətta burada yazmışdılar ki, indi burası yoxdur. Müəllimlərin əliliyi var. Müəllimlər sosial vəziyyətinin yaxşılaşması. Çaş indi də olub bir şey.
Baxaq. Azərbaycan SSR-də 1920-ci ildə mədəniyyətin müxtəlif sahələrini sosial ideyalarla təbliğ etmək üçün səmərəli vasitə kimi baxırlar. Uşaqlar üçün 20-ci illərdə olan hadisələr seçilir. Amma Azərbaycan SSR-də adamın gözünə girib. Bax bunu biabırçı bir məsələn burada İkini çıxırıq. Üçü götürürük. 2-ni çıxartdınız. 3 nə vaxtdır? 1926. 26. 26. Radio stansiya 1926. 26. Milli teatr 1873. düzdür. Bir də cavab 3-4-dür. Bir də nə vaxtdır? Şu Azərbaycan dilində ilk mətbuat orqanı 1870. 875 ikinci qəzeti. Zaten də olur 3-4. Amma mən belə gəlir ki, mən bunu dəqiq edib fikir verməmişəm. Bunlar hamısı keçənin zaten mix sualların, eyni mix suallarını götürüb bura sal. Çünki kino idarəsində məsələn xronologiyasını orada vermişdilər. Radio stansiyanı çox adamın keçənlər miqdar səhv tapmışdı. Onu gətirib salmışlar. Onun sonra memar qabdasını müəyyən edin. Boğurt 3 qalası 5-dir səndə burada sahib mənim. 12-ci əsr. Möminə xatın 12-ci əsr. Əlişah düzdür. Cüneyd 3-4 nədir? Cüneyd 15. Yo 3 5 dedim mən. 3 5 Cüneyd dedim. adoldu 3 5. 15'dir hə. Bir dəqiqə Cüneyd məqbərəsi 15'dir. Bərdə türbəsi də bu da düzdür. Sonra hə keçdi ki 1718-1730-cu il deyir burada. Burada cavab deyil də İstanbul sülhü bağlayıb 1724-də. Düzdür. Uşaqlar, indi deyəsiz ki, müəllim, Bağdad müqaviləsi 33-dədir, düşmür. Nadir Mahmudun Şərqin dövlətsiz. müqaviləsi o da 40-cı illərdədir. Getdi. Purut Gürcüstanın Skoçan məğlub olunması 1711-dir. Bundan əvvələ düşür. Düzdür, 3-cü Əhmədin dövrünə düşür, bilirəm. Amma uşaqlar 3-cü Əhmədin dövrü 1703-1730-dur. Amma Lalə dövrü bu İbrahim Paşa vəzifəyə gəlir 1718. Ondan sonraki 12 il Lalə dövrü deyirlər. 12 il Lalə dövrü. Onu götürürük. Qumbaraçlar ocağı isə Birinci Mahmuddadır, 1-ci Mahmuddur. Bəs Qumbaraçlar məktəbi kimdədir? 3-cü Səlim. Səlim. Düzdür. Sonra Çin Qacarlar uşaq adam gözünə girir cavab. Qacarlarda 1906-da, Çində 1911-də. Mən konstitusiyalı Yox, onu eləmə. Konstitusiyada uğulama. Çünki sən uğulayanda monarxiya demək istəyirsən. Gələ deyim, monarxiya içində. Esk olurdu. bildim mən. Sonra kəndi müharibəsinə aid deyil. 15-15 deyir də. 24-25'dir. Uşaqlar yadınızda qalsın. Bu üsyan yeganə üsyanlardandır ki, vəziyyət tərsinə olur. Bax, istəyir ən qədim dövrdə Daha da qırmızı daşları pisləşir. tutmuş, bura qədər hamısında vəziyyət yaxşılaşır. Yəni nisbətən gücləşir gedirlər. Amma bir bu üsyandır ki, tərsinə olur. Yəni bildiyin tərsinə gedir hər şey. Yəni acığa çıxırlar. Cavab B-dir burada. B variantında müəllim. Cavab burada şeydir, bu variantıdır. 700-də axı. Çünki vəziyyət daha da pisləşir. Bir dənə bu istisna olmaqla. Uşaqlar, feodalizm daha da möhkəmlənir. Kapitalizm ola bilər o dövrdə. Deyirəm, cəmaatı qul rejimə salırlar, deyir kapitalizm. Yəni kapitalist iqtisadi sistemin əsası qoyulduğu ilə o fikir eyni mənaya gəlir. Bu Yox, fikirlə o- kapitalizm əsasını qoyulur. Sadəcə kapitalist münasibətlərin əvəz olması. Hə, o əslində eyni mənada, düz deyirsən. Kapitalizm əsası şeydə qoymuşdu, o 48-də qoymuşdu. 30 ilin müharibədə. Bəs müstəmləkəlik min əsasında vaxt qoyulub. Şeydir, coğrafi kəşflər dövründə. Düzdür, bəli. Ay, çıxdım deyəsən. Nizamaz. Yaxşı çıxmadım. Ay, elə bilim sualın subaydı edəcək, təl oldu. 56 Paris Münşətlərinə aid deyil. B-dir 1978 Berlin Konqresidir bu. Berlin Gəlməm. Konqresi. Qalanlar Qara Dəniz İnstitutu donanma saxlanmaz. Düzdür. Osmanlı Dövlətindən düzdür. Tərəvəş adamı. Uşaqlar, bu C variantını dəqiq görənlər bu götürüb şeydə yazıb dövlətlərarası münasibətlərin içində. Çox adam gözündən qaçır. C variantı da var. Hərbi gəmilərlə bağlanmalı idi. Uşaqlar, burada Osmanlı yandalan dövlətlər hansılardır? İngiltərə, Fransa. Akademiya. Bir də Sardiniya. Sardiniya. Sağ olun. 2003 sentyabrında həyata keçirilmiş anti-terror əməliyyatı nəticəsində Azərbaycan Respublikası Qarabağ İqtisadi rayonu üzərində öz suverenitetini tamamilə bərpa etdi. Bu bölgə qanunsuz terrorçu qruplaşmalarını təmizlədi. Və sonra anti-terror əməliyyatının Azərbaycan əvvəlki qələbələrinin fərqli cəhəti nə idi? Uşaqlar, anti-terrorda mən demişdim ki, 5 dənə, 4 ərazidə bir qaladır. Xocalıdır, Xocavənddir, Xankəndidir, Ağdərədir, bir dənə də qala hansıdır? Əsgəran qalası. Ay, sağ olun. Uşaqlar, bunlar azad olunur və bununla da Azərbaycan
orada tam olaraq Latin Ağdam Kəlbəcər bu bəyannamə iləndir. Xarici müşahidəci şagirdləri xeyir. Cavab vuruş alan D variantı bir də var. Qondarma rejim özün dayandırdığını elan edəcək və növbəti ilin də yanvarında tamamilə yəni olacaq. Nazirlər falan hamısı buraxılacaq, hökumət buraxılacaq. Hansı və hansıları Ali Dağ Müstəqilliyi şərait yaratmışdır? O 457 olur da Bakının Başçılı Azadlıq Hərəkatı İranda. 57-63. 2-dəki 484 Herat döyüşü. Cavab elə 1-2 olacaq. Sio, yalnız 2. Uşaqlar, bu təzə kitab da verilib. 481-84 üsyanı var. Sizə kitabın yoxdur. Daxil olunub. Bunun çox bu nəzərdə tutur. Yeni bu ildən əlavə olunub. 81-84 üsyan. 82-85-84 üsyanı. Hə. Cavab bu 2-dir. Çünki Xoca Bənişavan 531-də 79-dur. Vatiyə də uşaqlar. Vatiyə naborot 457 üsyan qaldıqdan sonra tabi olur da 60-87-ci Mərdvanlıq dövrünə düşür. Sonra soyurqal və tüyül torpaq uşaqlar 120-dən 78 çıxanına qədər qalır. 22, 42 dəqiqəyə 44 sual. Hələ ki qabaq deyir. Uşaqlar soyurqal və tüyül nöqtə cəhəti hərbi xidmətə. Hərbi xidmətdir. Baxaq, hökmdar ailəsinə məxsus deyil, dindar vəqf deyil, yan zirsi deyil. Bütün vaxtlarda vergi toxunulmazlığı. O şey deyil. Şərtidir. Soyurqaldaydı deyəsən. O səfər dərsində verilmişdi. Soyurqalın tüyülün soyurqalın fərqi yoxsa soyurqalın tüyülün fərqi idi. Deyəsən soyurqalın tüyüldən fərqi Tüyüldən idi. fərqli cəhətlər. Mannanın 8-in ikinci yarısı. Yəni Erdən və 750-dən aşağı. O da uşaqlar. Erdən və 740, 719 2004-ü götürürük. Yeni dövrü. Canşinlik sistemində. Bəli. Ölkənin mərkəzləşmiş qayda təşkil edilmişdir. Canişin sistemi yaratmışdır. İndi sən burada C deyirsən, mənsim. Nə yazıb ora mənsim? Ləğv olunması yazıb. Ləğv olundu. İrsən keçməyə baş. Elə bil ki, bunlar əlavə söz oxuyanda bunlara rasxod gəlir. Dalın oxumurlar cümlə. Tam oxuyun. Texnik səhv edib jürik gəlmiş adamın üstünə. Savalan döşü 731, lat döşü 736, 37. Həm 37, 36, 37. Bir A düzdür. Bir A düzdür. 2-də 2-də A düzdür. Bir də düzdür. Yox, bir də A düzdür, B-yə baxaq. Bir də B düzdür, çünki yox, bir də B4. Hə, düzdür, 750-məlidir. A, B, Alman söhbəti səhvdir. Bir də A, B-dir. Hilatdakı uşaqlar dayandırmaq düzdür. A, B, 2A. Bir A, B, 2A. Şirvanşahların 1060-cı illər və 1360-cı illər Səlcuqların hücumu 14-də yoxdur. Paytaxtın baş şəhəri olması uşaqlar 1192-dədir. 1192-dən sonra Bakıda. Bu da getdi. Kəsrhanələr düzdür. 1027-dən 1382 3 düzdür. Azı vəziyyət cüməsi o da düzdür. Bilsiz hardadır uşaqlar? 1366, 1367. 1367 kimdən az qalmışır? Cəlalərdən. Düzdür, Cəlalərdən. Sultan Yaqub hakimiyyət neçənci illərdədir? Nə? 1428-90. Düzdür, 78-90. Şirvanşahların müttəfiq olması düzdür. Şirvanşahlarla Düzdür, bəli. Orada qohumluq Harsa 8 Şahdağ döyüşündə Fərux Əsərə kömək edir. Ay, 8-ci Şahdağ döyüşündə. Sonra paytaxtın yeni şəhərə köçürülməsi. Biz bilirik ki, nə Qaraqoyunda, nə Ağqoyunda paytaxt köçürülməsi yoxdur. Teymurla müharibə O da yox. Yoxdur. Yoxdur. Osmanlı ilə dostluq münasibətlərinin saxlanması. Var idi. 1-4. Uşaqlar, bir Şahrukdur, bir də ki, Yaqubdur. Bunlar hamı ilə mehriban oldular. Şahruk, hamı ilə yox. Qaraqoyundan bir dənə, Şahruk bir dənə Qaraqoyundan qırğın qəmatda olub. Şahruk Qızıl Ordu ilə Osmanlı ilə dost olub. Yaqub Şirvanşahlarla bir də Osmanlı ilə dost olub. Yəni, Qara Yusuf falan da dost olub Osmanlı ilə. Baxaq. Azəm Beynəlxalq Təşkilatı üzvlüyü, Avropa Şurası. Şimdi ümumiyyətlə gəlib də Kesukun partiyalar üzvü olma, təşkilatlar üzvü olan bir adam. Bilmirəm, buraya yazımları baxarıq. Uşaqlar 1991 və 1-ci olan. İslam 91. Birinci də bir dənə partiya üzvü olmuş. Sonra İ Batım.
İqtisadi, BMT, bir də ki, ATM. ATM. Bunlar 92. üçü 92-dir. Sonra bax gör 92-də 3 dənədir. Sonra İ batım, Türksoy, İ batım, MDB. Bu da 93-dədir. Bax, ay insanlar. Görürsünüz ki, 93-də, 92-də 3 dənəsi üzv olmuşuq, tərs mütənasibdir. 92-də 3 dənəsi. Bax, 93-də 2 dənəsi. 2 dənəsinə 3-də üzv olmuşuq. 3 dənəsinə 2-də üzv olmuşuq. Tərs mütənasib gedir. Başlıq hərflərdə İ, batım, cibabıt. Cibabıt. Cuamdır. Güram 97. 97-dir. Bu Böyük İpək yoludur. 98. 98-dir. Cibabı tam Avropa Şurası 2001. 21-də ilk oldu üzv olduğumuz. Bu Qoşulmam. bloklara qoşulmama. Bax uşaqlar, qoşulmama. Bax. Qoşulmama. 2 dənə ma var deyən, 2 dənə 1 var. Bu da ki şeydir. TİDAŞ 2011. 12. 2012. Uşaqlar yine bizə dediyin bu da uşaqlar yazılar bunlardır. Bilmem, qıraq edeyim yazına vereyim. Hə. İstəyirsə uşaqlar bunu bir dənə screen götürmək istəyən varsa eləsini götürsün. Tərəf edeyim, götürsün. Elədin? Bəli. Tamam. Uşaqlar bizə lazım olan da atarsan qrupa. Başla. Avropa Şurası 2001 düzdür. BMT 93 səhvdir. ATM 92 düzdür. NATO NATO-ya 90. Yəni qoşulmuş. NATO uşaqlar biz NATOya qoşulmamışıq. NATO'nun sülh namının üzvlüyünə qoşulmuşuq. Sülhdə də neçə hərf var? 4 hərf. Ona görə 94 deyik. Sülhdə 4 hərf var deyə 94 deyik. Cavab olur burada nə? 2 ilə 3. Yoxsa bir dəqiqə hansını dedim sizə mən variant olaraq? 2 ilə 4. 2 ilə 4 dedim sizə. Sonra İnşallah bu sahiptir. Bu müəllimlərə düşür. Böyle özüm deyəcəm cavabı. Dəqiqən sonra olmasını qələmiz böyük. Cavab elə C-dır. Uşaqlar bu C birinci hissəsinə aiddir. Vətəndaşlar haqqında bəyannamə yox. Bu tərəflər orada cəzbər verilmiş ki, cəzbərin birinci qoluna aiddir bu. Qalanlar düzdür. ABŞ hakimiyyət xalqdır. İstiqlal bəyannamə əsasında hazırlanmışdır. Qalanlar düz uşaqlar. Monarxiya olan olması düz buna aiddir. Uşaqlar isə qalanlar kurikulum suallardır. Bunu siz bilmərsiniz. Çünki heç mən də bilmirəm çünki. Kurikulumdur. Burada deyir ki, ne yazır? Bir şagird grup işində sakit durmur. Müəllim nə varsın? Mən nə bilim müəllim nə varsın? Nədə böyle? Bu nə mənasız suallardır? Deyir ki, bax, dərs zamanı şagird tez-tez zarafat edir, bir-birinə danışır, diqqətini yayındırır. Müəllim xəbərdarlığından sonra qısa müddət sakitləşsə də davranış yerinə təkrar edir. Digər şagirdlərin bir qismi danışana qoşulurlar və bir qismi dərsə qoşula bilmir. Bax, şagird dərsi pozur, başım partiya yarmayayım, nağarım. Bax, bunda nağarmaq olar. Bax, bunu cavab tapmaq olmur. Məsələ budur. C variantıdır müəllim. C variantı da məntiqdir. Yəni mən D bunu də ola versəm bilər, cavab D gəlsə. də. Ha? C variantı da ola bilər, D variantı da. Burada mən çatışmazı belə deyə bilərəm ki, sən başın çatmır. Uşağa belə deyə bilərəm ki, sən başın çatmır, xəstəsən, başın git başa çıxıb divara zada. Amma cavab belə deyil. Yəni burada başqa bir şey cavab çıxmışdı. Nəsə? Yeni basaq, yaxşı. Yeni basaq. Mən amma bilmirəm ha, nədir? Yəni sən dedin mən də basıram. Çünki bu sualların cavabları elə çıxır ki, yəni realistik deyil. Bax, kurikulum şeydir. Ay, bir dənə sual yazdım da səhv çıxdı. O da şeydir mən. Kurik. O da kurikulum. Yenə də çıxdı cavab. O qalandan sonra düz yazmış. Bir dənə baxın. B'dir. B olmalıdır, bəli. Məncə D-dir cavab. Məncə C-dir orada cavab. Deyəcəm. C deyil, xeyr. Hansı sual B. idi bu sual? Nə deyən suala baxın. Bu sual idi. Bəli. Cavab nə çıxır? Orada cavab B-dir mən. Bax, indi buraya yazıb ki, hərəkətinə görə. Təzə bir tərəfdə də yazır ki, bax, məsələn, hərəkət nə deməkdir? Yəni, uşaq deməsin ki, özü adam kimi apardı, eşək kimi apardı. Yəni, bir tərəfdə də deyir ki, yox. Yəni, hərəkətə görə, onu demək olmasın, necə pis olur uşaq. Cəhənnəm oldu. Bundan seçib ən yaxşısı hansı onu götürmək lazımdır məntiqlə, yoxsa o Mən sinifdən ən yaxşı yoxdan içində. Yəni, variantın içində ən yaxşı. Bax, bayaqların bir sual vardı. Bax, burada deyir ki, hə, bax bu sual. Deyir ki, bax, siz alıb bunu oxuyun. Deyir, valideyn effektiv valideyn məsuliyyət deyir. Yəni, burada yazıb ki, müəllim valideynləri, övladların təhsilə bağlı fikirlər, narahatın mənim uşağımın narahatçılığı mən niyə gedim müəllimə deyim? Bəlkə başqa bir problemi var. Yəni, məntiqsiz cavabdır.
Yəni deyir ki, müəllim tədris materiallarını uşaqlara valideynlərə verməsin. Niyə verməsin? Onu Bu açsın məndə PDF-i. zaten yəni Bu nə tövbə daha fəqərlə dərs çoxdan mı başlayır? Axşamınız xeyir olsun. Bitirir də. Yəni valla hocam 50 sual işlədi bu sertifikat. Artin suallar vardı 50 sual. Ay Allah. Mən maratonun kayd edirəm. Nə işin atarsız baxarıq. Hmm. O Bakalım. kulikuma baxdınız mı? Mən elə belə baxdım. Sözün açığı ki, Allah haqqı kulikuma baxmaq hövsələm də çatmır. Sən xoşum gəlmir o təlimi qəbul eləmirəm mən. Deyir sağ olsun uşaqlarla baxdı bir dənə sual deyil orada səhv çıxdı. Belə. İndi isə işlədik. İxtisas 50-50 oldu heç əla. İndi gəlir nəyə? Nəsə işləyək. Uşaqlar mövzuya baxmışam sən mən bu gün hansı mövzuya vermişdim. Ay mən bir saat internet götürmüşəm. Əlim diafram götürmüşəm. Pullanmışsa 1 saatlıq Ay internet Allah bu əlim diafram götürmüşəm. Yəni nə tər olub? Yəni azca kommentə girib bir də bu nə tər olub götürmüşəm mən bilmirəm. Mən özü deyir ki aktiv olundu 18:41-dən. Mən neyəm? Nəysə, qubdan mövzuya baxmışam sən hansı mövzuya vermişəm. Zeynəm Allah seni işıq sönə bir saat iPhone. Hansı mövzuları bax. Bu nihayət səsli. İyunun 15-i. 15-ci gün əslində biz 69-cu mövzu daxil Azərbaycan tarixini bitirməliyik. 69-cu daxil. Ümumi tarixdəki əvvəlki mövzular yerində qalıb 40 mövzumuza qədər. İnşallah Azərbaycan tarixinin 69-cu mövzuda, yəni Azərbaycan dünya müharibəsi illərində bura qədər proqram bitirməliyik. Və yenə deyirəm, əgər kimdəsə ola bilər ki, bu son zibilinə görə oxumurdunuz, daha doğrusu oxumamışsınız. Ona görə həmin mövzuları eybi yoxdur. İndi mən evə verdiyimdə paralel aparın. Yəni paralel aparın. Məsələn mən nələr vermişəmsə, indi evə bir bax məsələn sabahın mövzularını oxuyun, gününü oxuyun. Hə, əlavə vaxtınız qalsa o əvvəlki mövzuları təkrarlayın. Elə. Yəni məsələn deməyin ki, əvvəldən başlayım gəlib çatsam bunlara. Siz onu gəlib çatan zibil deyil. Ona görə normal evə verilən gündəlik bölüm oxuyun. Hə, ondan sonra vaxt qalarsa əvvəlkiləri təkrarlayarsınız. Məndə yoxdur. Bəs arxasını nə edeyim? Sən də arxasındakı məsələn o 26-cı proqramı qutarıq, 26-cı proqram qutarıq. Ondan sonra təkrara oxuyarsan və yaxud da ki indi gündəlik oxu da mövzuları. Mən Sənə yuxarını oxuyanda aşağı qalır, aşağını oxuyanda yuxarı qalır. Müzəyyə, sən neçə il tarixdən hazırlaşırsan? Sən yox hamı. 3 il. 3 il. Aha.